Salam dostlar, Gələcək üçün Bacarıqlar layihəsinin növbəti buraxılışında hər birinizi xoş gördük. Qeyd edək ki, bu buraxılışda da məhz biz bir-birindən maraqlı dostlarımızı tanıyacaq. Eyni zamanda Gələcək üçün Bacarıqlar layihəsi Dövlət Agentliyinin tabeli qurumu olan İnnovasiyalar Mərkəzi və Asan TV-nin birgə tərəfdaşlığı ilə yayımlanır. Bugün də ənənəvi olaraq müsiflər heyətimiz bizimlədir və mən onları istədim ki, sizə təqdim edeyim. Belə ki, Gamepons şirkətinin rəhbəri Vüsal Kərimli bizimlədir. Xoş gəlmisiniz. Xoş gördük. Tamam. Kod Akademi şirkətinin həm təşkiçisi və baş direktoru Ülvi Aslanov, xoş gəlmisiniz müəllim. Xoş gördük olsun. Sağ olun. Qafqaz Ventures Venture fondunun rəhbəri Məmməd Kərim müəllim, siz də xoş gördük. Çox sağ olun. Əgər siz də hazırsınızsa, mən istərdim ki, sözü çox uzatmadan bizim komandanı səhnəyə dəvət edim. Belə ki, DevOps komandasından Tural, Aleksey və Sabiri dəvət edirəm. Gəlin dostlar. Salam, hər kəsi salamlayırıq. Mənim adım Sabir və mənim komanda yoldaşlarım Aleksey və Tural və biz sizə bir neçə dəqiqə ərzində istəyirik ki, bizim layihə haqqında qısa məlumat verək. Ümumiyyətlə, DevOps nədir və biz bu layihəni reallaşdırmaq üçün necə qənaətə gəldik ki, bu proyekti görək. Ümumiyyətlə, DevOps qısa sürətli və interaktiv sorğu platformasıdır və bu platforma vasitəsilə insanlar sadəcə sorğular vasitəsilə eyni zamanda gündəlik həyatlarını da birləşdirə bilərlər və biz bu problemi araşdırdığımız zaman gördük ki, təxminən 50% insan qərar verməkdə çətinlik çəkir ki, bu da rəsmi olaraq Science Direct tərəfindən də və müxtəlif digər sourcelar tərəfindən də müəyyən olunub və bu problemi görüb biz bunun həlli yolunu axtarmağa çalışdıq və məhz həlli yolunda da DevOps kimi bir proyekt ortaya çıxdı. Bir məqamı xatırladım ki, hazırda devops.com saytı vasitəsilə sayt olaraq platforma aktiv şəkildədir və istifadəçilər də var və biz onların həyatını və seçimlərini rahatlaşdırmaq üçün öz fəaliyyətimizi görürük və onun üstünlüklərini mən istərdim ki, sizə biraz söyləyim ki, məhz siz də biləsiniz ki, onun içərisində nələr var. Ümumilikdə sadə və mobil uyumludur, yəni bütün yeni standartlara və bütün texniki göstəriciləri dəstəkləyir. Bununla yanaşı səs verən istifadəçiləri eyni zamanda gəlir əldə edir. Bu da bizim platformanın digər sorğu platformalarından fərqləndirən əsas cəhətlərdən biridir və eyni zamanda sorğu yaradan şəxslər və bizneslərin də burada marağı ola bilər. Çünki bazarda müxtəlif sahələr var ki, məhz onlarda xidmət keyfiyyətinin ölçülməsi üçün bu bəzi digər xidmətlərdən istifadə edirlər. Lakin bizim tətbiq vasitəsilə bunu daha rahatlaşdıra və həm maddi gəlirlər, maddi xərclərini və eyni zamanda zamanında qənaət edə bilərlər və eyni zamanda da əyləncəli və interaktivdir ki, biz bununla da bizim istifadəçiləri auditoriya kütləsini özümüzdə daha çox cəmləməyi planlaşdırırıq. Və sorğu yaratmaq üçün əslində etməli gərəkən 3 şey var. Sayta daxil olursunuz, sorğunuzu düşünürsünüz və onu yaradırsınız və bu məqamda mən istərdim ki, Alex bu barədə məlumat versin. Bizim platformada hal-hazırda bir neçə dənə müxtəlif sorğuları paylaşmaq mümkündür. Onlar sadə sorğular, qrup sorğular, AI vasitəsilə yaradan sorğular, test sorğular və emoji sorğular. Hal-hazırda bu screenshotda siz görə bilirsiniz əsas homepage-i. Əsas homepage-də də bir neçə dənə aktiv funksiyonallar var. Misal üçün, statistikanı almaq, hədiyyələrin sayı görmək, sorğunu boost eləmək, baxışların sayı, kommentlərin sayı, reytingi məsələsi, reytingdə hal-hazırda hansı yerdəsiniz, sonra paylaşma hissəsini hal-hazırda aktivdir. Sonra misal üçün siz profili görürsünüz, profilin adını görürsünüz, pozisiyanı görürsünüz, hal-hazırda insan harda işləyir. Burada siz sorğunun əsas mətnini görə bilirsiniz, variantları görə bilirsiniz, variantlara da əlbəttə ki, şəkilləri əlavə edə bilirsiniz, faizləri görə bilirsiniz və burada bildirişlərin sayı görürsünüz və mesajların sayı görə bilərsiniz. Appdə mesaj sistemi olduğu üçün biz bunu social media kimi hesab edə bilərik. Hətta indi siz sərbəst QR kodu skan edə bilirsiniz və bizim əsas saytımıza daxil ola biləcəksiniz. Və saytımıza da daxil olduğunuz zaman siz burada müxtəlif sorğular paylaşa bilərsiniz. Məsələn, mən istərdim ki, mən həmin sorğular barədə sizə qısaca məlumat verim. Elə götürək, məsələn, hazırda çox trenddə olan challenge-ləri. Məsələn, deyək ki, bir cütlük
uşaq dünyayı gözləyir və oğlan və ya qız olması ilə bağlı olaraq orada bir-birinin arasında yarışma keçirirlər. Qız mı olacaq yoxsa oğlan mı olacaq? Bu kimi sorğularda insanlar öz intuisiyalarını və eyni zamanda əyləncə kimi də bunu istifadə edə bilərlər və bununla yanaşı sorğuları nəinki əyləncə məqsədi ilə, eyni zamanda təhsil və digər sahələrdə də istifadə etmək olar. Məsələn, elə götürək AI vasitəsilə yaradılan sorğular. Məsələn, deyək ki, sizin hər hansısa bir fikriniz yoxdur, lakin siz bir sorğu yaratmaq istəyirsiniz və AI avtomatik olaraq sizin üçün bir sorğu generate edir və siz öz fikriniz yoxdursa onu paylaşa bilərsiniz. Və məsələn, təhsil sistemində testlərin keçirilməsi ki, bunu bir çox universitetdə və məktəblərdə tətbiq eləmək olar və bu da eyni zamanda Azərbaycanın 2030-cu il karbon neytral siyasətinə də daxildir ki, məhz kağızların israfının aradan qaldırılması və hər bir şeyin elektron şəkildə onlayn sistemə keçirilməsi də ki, bu da zəmin yaradır ki, gələcəkdə məsələn Dövlət İmtahan Mərkəzi və digər məktəblərdə və universitetlərdə bütün testlər öz milli məhsulumuzun əhatəsində olsun ki, məhz bu sistemdə bunu etməyə imkan yaradır. Və bununla yanaşı az əvvəl vurğuladığımız kimi, məsələn, bazarda müxtəlif anket şirkətləri mövcuddur ki, onlar üçün müxtəlif şirkətlər il ərzində bəlli bir büdcə verirlər və həmin büdcə qarşılığında zaman və vaxt gedir. Eyni zamanda maddiyyat da olduqca çox gedir və bizim çıxış yolumuz isə aktiv istifadəçilər vasitəsilə istənilən hər hansısa bir şirkətin xidmət keyfiyyətinin ölçülməsi üçün yaratdığımız sorğulardır. Məsələn, hansı mobil operatoru daha yaxşı istifadə edirsiniz və hansı keyfiyyətlərinə görə. Burada toplanan səs nəticələrinə görə isə artıq insanların seçdiyi nəticə buradakı şirkətlərin xidmət keyfiyyətini nə dərəcədə insanlara çatdırdığını açıq şəkildə anlamağa köməklik göstərir. Və bizim digər bazarda mövcud olan digər bu kimi layihələrdən əsas üstünlüklərimiz nədən ibarətdir? Biz burada sorğuda qatılan hər bir şəxslərə mükafat təqdim edirik. Tutaq ki, hər hansısa bir ödənişli bir sorğuda kimsə iştirak etdi və həmin ödəniş məhz sorğuda iştirak edən şəxslər arasında da bölünür. Bundan başqa hədəfləmə imkanlarına görə və interaktivliyi, eləcə də qazanc modelinə görə biz daha üstünük və bir məqamda xatırladım ki, məsələn, bazarda mövcud olan Google Forms, SurveyMonkey və Instagram Pool kimi platformalarda siz linki mütləq şəkildə Messenger, SMS, WhatsApp vasitəsilə insanlar arasında məhz link göndərmək məcburiyyətindəsiniz. Lakin bizim platformada sırf sorğular olduğuna görə və buradakı istifadəçilər məhz bildikləri üçün ki, bu sorğu platformasıdır, bu kimi linkləri artıq göndərməyə ehtiyac yoxdur. Hər şey bir sistemin içərisində cəmlənib. Və bizim bazar analizinə gəldikdə isə tam rəqəmimiz 4,72 milyard, bu isə ildə 14,3% artım deməkdir. Sam dəyəri 335 milyon, MENA və CIS regionu üçün bu dərəcədə hesablamışıq və som dəyəri isə 1%-dir və 3 ildə çatmaq istədiyimiz hədəf məhz bundan ibarətdir və bazar həcmi 2024-cü ildə 4,72 milyard ABŞ dolları və onlayn sorğular bazarının isə 2030-cu ilə qədər illik 14,3% artacağı da gözlənilir. Və rəqəmlərə dəqiq gəlsək, biz 20% sponsorlu paylaşımlardan əldə edəcəyik və ilk qazancımızın da əsas səbəblərindən və qaynaqlarından biri də məhz sponsorlu sorğular və eyni zamanda oradakı belə deyim ki, çıxan reklamlardır və bizim ilk hədəfimiz 10.000 istifadəçini əldə etməkdir ki, bu bizə imkan verir ki, hər 3-5 postdan sonra biz ora ödənişli sorğu və reklamlı sorğuları, eləcə də reklam bannerları və digər bu kimi adsləri həmən application-a əlavə edə bilərik. Bir məqamı da xatırlatmaq istəyirəm ki, bizim komandada bizim finance director Şəhla xanım artıq 15 il plus onun təcrübəsi var və onun hesablamalarına görə artıq 13-cü aydan sonra, yəni layihənin başlanmasından 13 ay sonra biz artıq xalis gəlir əldə etməyə başlayacağıq və bütün bu rəqəmlər dəfələrlə simulyasiya olunub, dəfələrlə yoxlanılıb və konkret rəqəmləri biz sizinlə də məhz bu Excel faylı da paylaşa bilərik ki, nəyi, necə, hansı şəkildə, hara və
necə xərclənəcək və belə deyək də break-even point-ımız artıq qeyd etdiyim kimi 13-cü aya gəlir xərc bərabərləşməsi gözlənilir. Və növbəti slaydda isə investisiya, bizə tələb olunan investisiya rəqəmi 130.000 ABŞ dollarıdır və biz ilk 4 ayda 10.000 aktiv istifadəçi qazanmaq istəyirik və il ərzində də hədəfimiz 200.000 plus istifadəçidir və hər istifadəçidən gündəlik orta gəlir 0,5 dollar gələrsə, biz bu addımlarla irəliləyə bilərik ki, bu rəqəmlər ən kritik və minimum rəqəmlərlə biz burada sizə göstərmişik və investor üçün gəlir isə 10x olanadək illik 20% təşkil edir. Və bizim komandaya gəldikdə isə mən sizə deyim, hazırda əslində bizim komanda getdikcə böyüyür və hər ötən gün daha da böyüyür və biz hazırda 22 nəfərik. Lakin bir məqamı xatırlatmaq istəyirəm. Yuxarıda gördüyünüz 6 şəxsdən 4-ünün şəxsi biznesi var və uzun illərə dayanıqlı bir biznesləri var ki, məhz biz də əminik ki, bizim komanda üzvlərimiz bu proyektə nə dərəcədə ciddi yanaşdığını sizə göstərmək istəyirik. Bizim co-founderımız, təsisçimiz Tural Səmədovdur və Tural artıq 13 ildir ki, media və marketinq sahəsində çalışır. Mən həm təsisçi Sabir Səfərov 12 ildir ki, beynəlxalq jurnalistika ilə məşğulam və bizim Aleksey Prokofiev o da artıq 4 ildir ki, developer təcrübəsinə malikdir. Bir daha qeyd etmək istəyirəm ki, komanda üzvlərimiz olduqca bacarıqlıdırlar və biz onları məhz həmin bacarıqlarına görə bu proyektə almışıq. Belə artıq mən təqdimatın sonuna gəldim və hazırda mən əminəm ki, sizin suallarınız var və estafeti həmkarlarım Aleksey və Turala ötürmək istəyirəm. Nə suallarınız varsa onlara ünvanlaya bilərsiniz. Təşəkkür edirəm, uğurlar. Təşəkkür. Tələb olunan məbləğ iddia edilən layihənin icrasına uyğundurmu? Gəlin münsiflərin fikirlərini eşidək. Siz bura indi kütlə yığmalısınız da, düzdür? Application-ı insanlar yükləməlidir birinci, sonra sorğularda iştirak eləməlidir, yoxsa? Biz application eləyirdik, bir il application yığmağa vaxt sərf eləmişik. Amma sonda başa düşdük ki, bir insan tanımadığı bir platformaya niyə telefonuna yükləsin? Bəli. Ona görə biz çox sadələşdirmişik bunu. Hətta Alex danışa bilər bu barədə, hansı formaya gətirmişik bunu, belə deyək də. Alex, istəsəz? Prokofiev Aleksey, biz indi hal-hazırda maksimum asanlaşdırdıq və onu webdən həm mobilə də inteqrasiya elədik. İndiki olan versiya webdə yerləşir, amma webdəki olan versiyanı sərbəst adam bir klik ilə yükləyə biləcək. Yəni web versiyanın update-lər də, yenilənlər mobilə sərbəst keçirilir, bizim update-lər. Yəni heç bir Play Store-dan update eləmək, iOS-dan update eləmək ehtiyac qalmır. Okay. Sizdə go-to-market strategiyanız nədir? Yəni aşağıdan da qalxa bilərsiniz də, yuxarı. Bütün sadə insanlar. Ola bilsin ki, məşhurlar üzərindən də bazara girmək istəyirsiniz. Məsələn, hər hansı bir məşhur musiqiçimiz deyə bilər ki, sabah belə bir konsert var, məsələn, hansısa bir milli bayram. Necə geyinim? Yəni, hansı yolu seçmisiniz də? Yəni, bu istiqamət? Biz əslində biraz daha realistik yanaşmağa çalışırıq. Ona görə altdan başlayırıq. Çünki o məşhura çıxmaq, o məşhur indi bu vəziyyətdə platformaya inanmaya bilər, bizə inanmaya bilər, inanmayacaq da. Ona görə biz sadə, hələlik öz ətrafımızdan başlayıb tədricən bunu artırmaq. Çətin yolu seçmisiniz. Çətin yolu seçmişik, amma bu yolda da düşünürük ki, hər dəfə yeni nələrsə çıxır və biz o problemləri indi həll edək də inkişaf edə bilirik və hazır ola bilirik. Amma bu sualımız hazır olduqdan sonradır. Yəni orada önəmli bir şey var, nüans var. Bəli. Hazır olana qədər ayrı. İndi istifadə edə bilirik. İndi də istifadə etmək mümkündür. Ancaq biz indi gedib o məşhuru, belə deyək, o məşhurla danışmaq falan, o düzdür, yaxşı yoldur, asan yoldur bəlkə də. Yəni enerjini sərf eləmək olar ona. Amma indi çox fokuslu deyilik ona. İndi hələlik komandalar formalaşdırmağı. Burada belə bir şey o zaman soruşum. Siz onsuz da artıq istifadəçi yığmaqdan kənara çıxıb, artıq web tərəfindən hamının istifadəsinə şərait yaratmısınız. Bəli. Anladığım qədərilə, yəni bu Instagramda 1 milyon onun izləyicisi olan bir nəfər də bunu paylaşsa, avtomatik olaraq o 1 milyondan sizə istifadəçi dönüşə bilən şeylər də ola bilər.
bura baxanda avtomatik olaraq sizin üçün bir virallıq ehtiyacınız var. Bəli. Bu virallığı hardan tutacaqsınız sizin biləcəyiniz məsələdir. Bu məşhurdanmı, yoxsa bir məktəb tələbəsindənmi? O sizin biləcəyiniz bir yöntəm olmalıdır. Amma bu kimi produktlar dünyada hər zaman virallıqla başlayır. Ehtiyacı oradadır çünki vacib olaraq. İkinci bir məsələ, Türkiyədə bunu etməyə çalışan 2 dənə startap olub, yatırımlar da alıblar, amma hal-hazırda davam etmirlər. Adları da çox yadımda qalmayıb əslində. Gedib bir maraqlanacağam. Dəqiqliklə bilirəm ki, bu kimi startapın mən demosunu Türkiyədə dinləmişəm. Və yatırım da almışdı, amma dediyim kimi sonra davam edə bilmədilər. Səbəblərinə baxmaq lazımdır ki, niyə davam edə bilmədilər. Sizin çünki burada ən böyük challenge sosial media yaratma. Bir tərəfdən sosial mediadır. Siz dünya bazarını göstərərkən forum bazarını qeyd elədiniz rəqəm olaraq. Ki orada Türkiyənin ən böyük startaplarından birisi Jotform var. Yəni kifayət qədər böyük yatırım da almış, böyümüş şeydir. Amma siz o bazarda deyilsiniz. Siz pulu, qazancı çox başqa yerdən qazanırsınız əslində. Biraz da belə bir məsələ. Mən virallıq, icazənizlə virallıq məsələsinə qayıdım. Biz necə planlaşdırırıq? Sorğular yaradılır burada, platformada. Müəyyən hissəsini biz yaradırıq başlanğıcda, müəyyən hissəsini digər insanlar. Və MetaPixel vasitəsilə həm Facebook, həm Instagramda onun maraq dairəsinə uyğun sorğuları bizim platformada onun qarşısına çıxarırıq. Məsələn, mənim maraq dairəmə uyğun olan sorğular WhatsApp-da varsa, o mənim qabağıma Instagramda çıxır. Mən onu daxil oluram. Daxil olduqdan sonra ehtiyac yoxdur qeydiyyatdan keçməyimə. Qeydiyyatssız belə mən səs verə bilirəm. Biz onu planlaşdırırıq ki, məsələn, 8 dəfə, 10 dəfə, bu da yəni bizdən əvvəlki olan metriklərə əsaslanır. O kliklərdən sonra, daxil olduqdan sonra bunun müəyyən bir faizinin, məsələn deyirəm də, 100-dən 2-sinin qeydiyyatdan keçməsi, yəni 10 dəfə daxil olduqdan sonra qeydiyyatdan keçməsi, qeydiyyatdan keçənlərin də 10%-nin aktiv istifadəsi, yəni biz bu formada hesablayırıq bunu və dediyim kimi kreativlik bahalı bir işdir. Düzdür, tutanda tutur. Biz özümüz də media marketinq agentliyik və TikTok üçün, Instagram üçün milyonlara baxışıq, müştərilərimiz üçün bunu eləyirik. Yəni bu real olaraq, real orqanik kontent, orqanikdən söhbət gedir. Və başa düşürük nə elədiyimizi. Demirəm, indi fail həmişə var, ola bilər, bu realdır. Amma bəlkə də demək lazımdır ki, komandanın ən böyük gücü bəlkə elə sizin bu təcrübədir. Yəni virallığı yarada bilmək bazarda, çünki sizə o vacibdir. Bəli, vacibdir, amma bunu da dediyim kimi biz MetaPixel, yəni Facebook bunu çox yaxşı formada verir və biz ondan istifadə eləyirik. Yəni eləyirik deyəndə artıq addımlar atırıq ki, o formada eləyək. Çünki bu daha ekstra çox düşünməyə ehtiyac olmadan sadə formada yaranan kontentlər üzərindən yavaş-yavaş böyütmək üçün. Münsiflərin fikirləri layihənin reallaşmasına hansı təsir göstərəcək? Görəsən zaman startap təqdimatçısının xeyrinə ya zərərinə işləyəcək? Mənim bir sualım var, əslində məhsulu daha yaxşı başa düşmək üçün. Deyək ki, orada hər hansı bir celebrity bir sorğu yaratsa, insanlar orada iştirak eləməsi, yəni social status anlayışı var, yəni onun üçün iştirak edərlər. Ancaq tutaq ki, mənim yaratdığım bir sorğu üçün kiminsə girib orada səs verməsindəki maraq nədir, insentiv nədir, nəyə görə kimsə tanımadığı bir insanın yaratdığı bir sorğuya, məsələn, səhər yuxudan durdum, çay içim yoxsa kofe içim, məsələn, nəyə görə orada səs verirlər, yəni ki, o mexanizm necə işləyir? Mexanizm belə işləyir ki, onları əsas insentivi nədir, marağı nədir orada səs verənlərin? Maraq, məsələn, Instagramda biz niyə, məsələn, TikTokda biz niyə like eləyirik neysə? TikTokla Instagramda bu arada fərqlər var. Yəni platformanın işləməsində fərqlər var. TikTokda siz tanımadığınız insanların qabağına çıxırsınız, yəni öz kontentinizdə. Instagramda isə əvvəlcə öz tanıdığınız insanların qarşısına çıxırsınız. Onlara maraq göstərirsə digər artıq kəşfiyyata düşür. Biz burada TikTok məntiqini götürmüşük. Başlanğıcda müəyyən alqoritm qurulub. Məsələn, indi Alex Obar daha yaxşı danışar. Minimal hələ 10.000 istifadəçi kimi 30 fərqli parametr üzrədir. Avtomatik kəşfiyyata düşür və təbii ki, maraq dairələri orada nəzərə alınır artıq. O alınıb, AI da istifadə olunub orada. Sizi tanımağa çalışır və ona uyğun olaraq çalışır ki, onları listələsin ilk sıralarda. Siz öz maraq dairənizə uyğun sorğular gördükdə TikTokda, Instagramda necə davranırıqsa, o formada davrana bilərik. Yəni bu ehtimal var. Təbii ki, bu da bir ehtimaldır. Belə yanaşırıq biz məsələyə ki, adam öz maraq dairəsinə uyğun olaraq buna like eləyir, like deyil də, səs verir. Bizə like yoxdur, səs verir
Təbii ki, hamısı öz maraq dairəsinə uyğun olmur. Müəyyən bir faiz də var ki, o maraq dairəsinə uyğun olmayan, amma yaxın olan belə deyək də sahələrə də yönəldirik orada ki, çıxsın qabağına. Hə, o ona maraq göstərsə, deməli daha çox kontent göstərmək şansımız yaranır. Bizim məqsədimiz nədir? Daha çox kontent göstərək ki, saxlayaq orada Bəli, adamı. çox sağ olun, təşəkkür edirəm. Bir də biznes modeli haqqında siz dediniz ki, orada günlük 0.05 rəqəmində, yəni sent pul qazana bilir. Biznes modeli necə işləyir? Yəni ki, gəlir modelini necə qurmusunuz? 10.000 istifadəçi üzərindən başlasa, 10.000 aktiv istifadəçinin gündə 5 dəqiqə platformada qalması bu bizə 3 reklam yerləşdirməyə imkan verir. Yəni digər platformalarla ölçəndə daha əslində azdır say olaraq nəzərdə tuturam. Və bu imkan verdiyi üçün də biz də onu götürürük, məsələn, ortalama 5 dollardan, yox 1 dollardan əslində, 1 dollardan bir şirkətin 1 dollardan reklam verməsini hesablayırıq və oradan da 1 dolların da 20% bizimdir və ona əsasən çıxarmışıq o məbləği. Yəni 10.000 aktiv istifadəçi. Bəli, istifadəçi sayı 20.000-də, 30.000, 100.000-də ola bilər. Amma biz gündəlik ortalama 5 dəqiqə vaxt keçirən. Çok yaşa. O zaman siz social media platformu yox, siz AdTech dediyimiz əslində reklam texnologiyaları üçün çıxartmış bir startapsınız. Nəticə etibarilə bəli. Məncə bunu özünüz də çox yaxşı fərqinə varmalısınız ki, ona uyğun olaraq həll yolları düşünərkən onu diqqət edəsiniz. Yəni özünüzü müqayisə edərkən də forumlar yox, AdTech-lər üçün 200.000 istifadəçiniz var deyək. Bəli. Mən bir brend olaraq mən burada reklam verə bilirəm, doğrudur? Bəli. Mənim hədəfim burada nədir? Yəni third party olaraq göstərəcəyim reklam insanlara çatması. Təzə bir platforma verirsiniz də, yəni mənə. Mən Instagramda edirdim, Facebookda edirdim reklamı, Google'da edirdim. İndi Duvos'da reklam verə bilərəm. Bəli. Prosta mənim fikrimcə burada bilirsiniz necədir? Məsəl üçün Instagramda biz bilirik ki, rəqabət saxlayırlar followersdən, məsəl üçün followersdən sayədə yaxud da like-dan sayı. Amma bizdə hal-hazırda səs verməyin faizi də rəqabət saxlaya bilərik. Yəni ona görə məncə biz burada biraz fərqlənirik Instagramdan, məsəl TikTokdan. Çünki biz burada həqiqətən rəqabəti saxlaya bilirik. Biz onsuz bilirik ki, hər yerdə bizdə hal-hazırda rəqabət saxlayırlar. BMW ilə Mercedes məsəl üçün, KFC ilə McDonald's hər yerdə rəqabət saxlayırlar. Bizim üçün də bu çox vacibdir ki, ancaq reklam yox, hətta rəqabəti saxlamaq üçün istifadə oluna bilər. Bir məsələ də var. Süni intellekt artdığı üçün və insanların çox vaxtı qaldığı üçün onlar həm sosial şəbəkələrə, oyunlara maraq göstərirlər. İki sahə var, yəqin siz də bəlkə araşdırmısınız bunu. İki sahə var ki, buna daha çox vaxt keçirir və daha çox maraq göstərir. Çünki vaxtımız çox qalır. Ona görə düşünürük ki, yəni bu yoldan da həm də bunu əsas götürüb yola çıxmışıq. Tematik, yəni bu tematik sosial şəbəkədir. Bunların sayı artacaq, eyni qaydada oyunların. Çünki insanın vaxtı çox qaldıqca onu hardasa xərcləmək istəyir o vaxtı və o baxımdan düşünürük ki, onu uyğunlaşdırıb o formada inkişaf eləyək. Təşəkkürlər. Uğurlar sizə. Uğurlar hər birinizə. Çox sağ olun. Çox sağ olun. Bu linkə keçid edərək startapların təqdimatlarını izləyə və onlara investisiya partnyor olmaq üçün bizə müraciət edə bilərsiniz. Veb-saytdakı hər bir startap təqdimatının yanında investisiya et düyməsinə keçid edib, açılan pəncərədə öz əlaqə vasitələrinizi yazmaq kifayət edir ki, biz sizlə əlaqə yaradaq. Unutmayın ki, ən yaxşı əməkdaşlıq işin əvvəlində qurulandır. Bəli, dəyərli müsiflər heyəti, təşəkkür edirik gəldiyiniz üçün. Düşünürəm ki, bugün də maraqlı bir təqdimat izlədik sizlə birlikdə. Gələcək buraxılışlarda görüşənədək. Əziz izləyicilər, bugün də yeni dostlar və yeni layihələr tanıdıq. Siz də xüsusilə bu layihələrlə daha yaxından gubaycenter.az saytından tanış ola bilərsiniz. Həm dostlarla tanış olub, həm də onlarla partnyor kimi əməkdaşlıq edə bilərsiniz. Sağ olun, salamat qalın. Xudahafiz.